Mən müraciət edirəm buradan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə. Müraciətim nəyə görə sizədir? Bax o qarşıda görsənən 8 saylı, onun yanında 12 saylı və o aşağıdakı 13 saylı cəza çəkmə müəssisələridir. Üstə gəldə 2 dənə də alayın bölüyü var burada. Gün ərzində yüzlərlə, bəlkə də çox işçi bu yolu gəlib gedir. Həmin müəssisələrin işçiləri. Deməli, məqsədim nədir? Bax, bu körpü həmin yolun üstündədir. Aprel ayının 6-sında, yoxsa 7-sində güclü yağışlar yağıb və bu körpü bu hala düşüb. Mən dəfələrlə demişəm, müxtəlif adamlar şikayətlər ediblər. Yalandan yol idarəsindən gəliblər, baxıblar, bax, bunu çəkirlər. Bax, bunları çəkirlər, gedirlər. Növbəti dəfə bir yağış yağsa, əminliklə deyirəm ki, bu körpü yoxa çıxacaq və həmin bu penitensiar xidmətin işçiləri, orada cəza çəkən məhkumların valideynləri olmazın zülmünü çəkəcəklər. Burada başqa bir alternativ yol yoxdur. Məcbur qalıb Qobu kəndindən gəlməlidir. Bunu sizə nəyə görə sizə müraciət edirəm? Deyirəm, bəlkə siz bir təsir göstərəsiniz. Həm prezident aparatına çıxasınız, yaxud da kiməsə bax bu yolu təmir eləsinə. Görürsünüz, uça-uça gedir. Bu qədər.